görə biz isə davam edirik. Bugün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç yola düşüb. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan 50 ailədən ibarət karvan Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 207 nəfər köçürülüb. Allah'a şükürler olsun, vətənə qaydırıq. Qarabağa qaydırıq, Pirəsəni Kəngərlisinərik, Pirəsəni Kəngərliyə qaydırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz qaydırıq Qarabağa. 93-cü ildə qaçqın düşmüşdük, indi qaydırıq öz elimizə, obamıza. Çox sevinirik, Bibi Qurban. Allah canınızı sağ eləsin. Allah bizi ora qaytaran prezidentimizə can sağlığı versin ki, bizi öz vətənimizə qovuşturdu, öz yerimizə, yurdumuza, Ağdamımıza qovuşturdu. Çox sağ olsun, Allah kömək olsun. Bəli, 32 ildən sonra öz vətənimizə qaydırıq. Allah heç bir kişini vətənsiz eləməsin. Hamıya vətəni gözəldir, şirindir. Allah prezidentimizə dəyməsin, şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə də can sağlığı versin. Bütün Azərbaycanımız var olsun. Qarabağ həmişə Azərbaycandır, vəssalam.